Salamlar dostlar, videoya xoş gəldiniz. Bugünkü videomuzda və yaxud da bu həftəki videomuzda sıralamaya kazacağıq. Hətta yox, hər gün video çəkərəm mən. Yeni oyunculara gələk, yerəldə deməli düşmüşük 1134-ə. Amma dünənləri mən 5536 kupa deyəsən, amma yox, bir dəqiqə. 5576 kupa ilə 846-cı idim dünən. Məncə sıralamaya girə bilərik. Bu ay sıralamaya kasacağam. İndi klan oyunları qurtarıbdı. 4000 eləmədim, bunu yadımdan çıxmışdı. Birinci kahraman kitabı. Sonra araşdırma iksiri alacağım. Çünki BD yeni atladıq, ona görə lazım olacaq. Sonra buradan 40 elmas. Divar üzüyü götürüm. Divar üzüyü götürüm. Sonra bunu kürəkdir nədir? Onu da çevirərik taşa. 20 elmas da buradan alım, 10 elmas çevirərik. Nəysə, ben CV toplayayım hala. Bu klanda dostlarım şeyin klanıdır. Emre'nin In Love YT var diye. Onun klanıdır. Ben normalde belediye binası 15 idim bak. Bu divarlardan görə bilərsiniz onsuz da belediye binası 15 idim. Ama dedim yani sıralamaya kasacağımsa belediye atlayayım. Onsuz da bakın her şey max idi. Sadəcə bunları dikmişəm. Yani altın bilet de alıram hər ay. Daha sürətli gəlişmək üçün. Sonra səviyyələrimizdən şampiyon ləvəlini soruşmayın niyə elədi. Təsadüfdür. İlk saldırına keçməzdən əvvəl ekipmanları və orduyu göstərim sizə. Ordumuz bu formadadır. Əlbəttə hava saldırısı eləməyəcəm. Hava saldırısından xeyir gəlmir ona görə. Mən normalda kraliçəyə buzul morsu taxardım. Amma buzul morsu bu dəqiqə yatır. Yatdığına görə onu seçəməyəcəm. Şeyi basmaq lazım. Hətta basmışam. Tilkini açmaq lazımdır. Şampiyonu tilkini taxaram. Hətta şeyə də kraliçəyə də bəlkə tek boynuzlu at taxdım. Tek boynuzlu at normalda şampiyonu getməz, amma şampiyon canı çox sürətli azalır. Mən saldırılardan birini işlətmişəm. Öz kimi bir saldırı eləmişəm, amma partlamışam. -51 giribdi bu gün. Amma əvvəlki saldırılara gələndə 320 kupa. Baxın, 40 hamısı 40. 259 dünən aldım. Ondan əvvəlki gündə çox almışdım. Ondan əvvəlki gündə də 200 nəmli almışdım. Düzən asan düzəndə əslində. Soldan nəyə girirəm? Bax, burada ateş saçar, kaya saçar, sekən top, monolit falan var. Çoxlu okçu kulesi də var. Buradan sağ çıxa bilsəm, qəşəng olar. Buradan saldıraram, sonra buradan dev okla başlayıb divar kırıcı zad ataram. Qışlarını bıraxaram, buz golemi falan filan. Saldırı keçəcəm, mən biraz sakit olmadım istəyirdim, amma videoda olduğum üçün biraz dədə bax, görürsünüz də canı nə qədər gedir. Ona görə də tek boynuz at lazımdır. Bir də dostlar, Azərbaycanda nəsə oynamır. Alta gedəcək. Hayçini. Ölmə. Ölmə abicim, ölmə. Son 2 dənə qaldı. İnşallah bəhs eləyər. Dur Duolingo, dur. Aldım, hə. Qorxdum bir an alamayacağım deyə. Deməli, birinci bunu atıram. Okçu kraliçe. Partla, hə, qəşəng. Yavaş-yavaş girəcəm. Hətta indi başlayayım, çünki kraliçe ölməsin. Kraliçenin ölməyi pis olar. Kəllə avcısını falan da bıraxdım, ordunu da bıraxdıq. İnşallah barbar kral ordu ilə gedər. Şampiyon da qoydum. Deməli, buranı sarmaşdıracağım. Çünki soldan getməsin ordu. Öfkə basım mı deyə fikirləşirəm. Hətta basım. Kraliçe ölməsin. Kraliçenin canı azdır. 2 dənə sarmaşdırma almışam. Mən normalda deməyim əslində. Orada bir dənə dəyişiklik eləmişdim. Sarmaşdırmalardan birini çıxardıb yerinə kahraman canlandırma almışdım. Hələncik də orada yaxşı ilərləyir, amma məsələn bura indi açılacaq, ona görə buranı bir dənə bağlayaq. Hatta koricini basıram, çünki ordu məhv olubdur. Ordudan xəbərim yoxdur. Şampiyon ölmədən barbar kralı basıram. Şampiyon ölmədi. Barbar kralı basmasaydıq, İnşallah şampiyon ölməz. Bir dənə birinci tanklayır, amma o birinci öləcək deyəsən. Orman birinci. Öldü, şampiyon getdi. Hər şampiyon. Can basırdı şeylər. Meləklər. Hadi və öldü. Sən bir dənə alağa sən buradan vırsan elə gizlincə. 3 gəlməyəcək deyəsən. Normal saldırmışdım əslində.
Alın da nə onu? Şifacı ölmədi. Barbar kral yaşayır, Pekka yaşayır. Tekliyi alanmamışam ki. Teklini nətər alanmadım mən. 2 dənə sarmaşdırma onda işə yaramadı. 2 dənə sarmaşdırma gərək almazdım. Bir dənə sarmaşdırma, bir dənə də kahraman canlandırma alsaydım daha xeyri olardı. Neçə kupa gələcək? 27 kupa. Bu qədər pis gedəcəyini düşünməmişdim. Onda kahraman canlandırma bizə vacibdir. Kahraman canlandırma alaq bir dənə. Yəni klan ataq. Klan da görünsün aktiv klandır. Maksimum səviyyə. Dostlar, bir də istəsəz koruyucuya şifa kitabını çıxardıb şey də tapa bilərsiniz, öfkə taşı. Onu taxsaz əgər şampionla bir yerdə yürütməlisiniz də. Yəni şampion tək yürüməməlidir. Amma o da riskli bir şeydir. Elə vaxt olur məsələn, nətər deyim? Elə vaxt olur məsələn koruyucu ölə bilir. Girmir görünməzliyin içinə. Çox risklidir. Bu düzən sıxıntılı düzəndir. Ona görə bu hissədən girməyə fikirləşirəm. Şampionla biraz təmizlik eləyə bilsəydim yaxşı olardı. Şampionla haranı təmizliyimi? Nəysə, buradan girəcəm yenə. Hətta bir dəfə də şampionla bir yerdə yürütərəm. Koruyucunu da ikisi bir yerdə. Onu da görərsiniz. Amma belə binası 17-də işə yaramır da, yəni deyim. Özəllik basım çünki görünməzliyim çox az qaldı. Dən fərri başlı koridor oluşdurum bəsimdir. Getmə o yana, getmə o yana. Nəysə, sakin olacam. Sakin olacam. Çünki sakin olmaq lazımdır belə şeylərdə. Sinirlərim pozuldu. Bir dənə, ay Allah, hara getdi. Nəysə. Orada dondurma falan da aktif oldu onsuz. Kahraman canlandırma yaxşı almışam. Bəlkə fail olacağımı bilmirdim. Geri çağırdığım şeyə bax. Biraz ilerləsin orada, sonra canlandıracağım. Bu hissəni bağlayıram. Oradan Allah gec bağladım. Hə, bunu da aktiv edeyim. Şifacılar işləyin. Balonlarım hanı mənim? 2 dənə görünməzliyim var. Allah. 2 dəfə sarmaşdırmaq lazım olacaqdı. Monolit krala taxılıbdı o qədər adam içində. Neysə, özəllik basıram. Ya Allah, kralın özəlliyinə baxın bir dənə, gözəlliyinə. Uf, uf, uf. Şampiyon yaşıyor, şampiyon. Şampiyon yaşayır. Amma buradakiləri kim qıracaq? Tək başlarını işə yaradılar ha, binicilər. Binicilər normalda heç hasarı yoxdur. Hər şampiyon. Şampiyon bir dənə yaşasın. Şampiyon bir dənə görünməzliyə atdım. Bunları da belə təmizləyirəm ki, orada çölə sürüşməsin. Çölə dışarı nəysə. Hər səni şampiyon. Aha. Kraliçə vuranmadı. Utduq. Qəşək. 3 ulduz. 40 kupa buradan. Bəyək ki, feillər, amma xoşuma gəlmədi. Hə. İlk sandığımız. İlk deyil əslində. Bəyəkləri da bir dənə açdım. İlk minə yenə girdik. Görürsünüz ki, yerəldə sıralamaya girmək çox asandır. Sıralama deməkdir, yerəl sıralaması da. Kürəsəldə nah girərəm. Kürəsəldə 6300-lərdədir cəmaət. 6400 var. Yoxdur, inanmıram. Var, var. 6500 belə var. Bu adam psikopatdır deyəsən. Bu adam psikopatdır. Psikopat deyil və yaxud da yaxşı oynayır. Mən qısqıram. O, kostyumlara bax. Nəysə. Deməli, hazırlıq günümüzdə klanda başıma atdılarmı deyə düşünürdüm. Heç kim atmır, onda mən bir dənə madalya işlədəcəm. Gözləməyə vaxtımız yoxdur. Deməli, ikinci bir yer düzənimiz gəldi. Üçüncü düzənimiz. Burada hardan girim? Hardan? Amma məsələn, bu öfkə kulələrini belə atıbdısa, böyük səhv eləyibdir. Yəni, burada lazımsız şeyləri öfkələndirir. Bəlkə üçləyə bilərik. Demək, ateş atarlardan biri bu tərəfə baxır, biri bu tərəfə. Buradan saldırmağım bir yandan problem olacaq. Onda bir yandan girməliyəm.
Buradan çəkdi. Nəysə, onda mən buradan şampiyonu buraxıram. Şampiyonla bu hissəni təmizləyim. Bəsimdir. Şampiyon ölməsin. Bayaqki kimi başımıza bəla olacaq. Özəlliyi çox tez basdım. Yaxşıdır. Aşağı getmə. Xahiş edirəm, aşağı getmə. Öpürəm. Of, belə deyə də vurdu. Bax, gördüyünüz kimi, yəni burada tek boynuzlu at sağ olsun. İşə yarayır. Can basır. Yenə vurdu. Amma bir dənə görünməzliyim var. Onu alalım. Başım bıraq, başım bıraq. Kaya saçar da nədir? Ozu bilə alamadım. Deməli. Bu hissələri təmizləyək, çünki ora kayacaq orada elə bil. Hə, deməli, bu hissədən atırıq ordunu. Bəlkə biraz gözləməliydim, amma kraliçənin ölmə riski var. Kraliçənin ölməyini istəmirəm. Şampiyon da buraxaq. Zəhər lazımdır bizə bir dənə. Bu ordu. Əslində pekkalar var. Pekkalar qoruyar. Deməli, ordu nətər irəliləyir. Ordu dağıldı. Ordu dağıldı. Ordunun dağılmağına imkan verməyəcəm. Şampiyon. Şampiyon öldü. Koruyucu hara baxırsan? Canlandırıram abi. Canlandır geçsin. Canlandırma da yəni belə vəziyyətlərdə işə yarayır. Öfkə basacağım. Hələ koruyucunun özəlliyi üçün test. Bas, indi bas. Kralın özəlliyi indi basıram. Qəşəng. Aldığım verimə bax bir dənə gözəlliyinə. Buradan təmizlik əsərlərini buraxıram. Kahramanlar yaşayır hələ üstdə. Üst gəldi məncə. Allah. Bu ateş ruhlarını ağarır, başım çıxmadı. Aldı mən sizində. 3 gəldi. 3 gəldi. Şampiyon ölmə. Şampiyon öldü. Kraliçəmiz yaşayır əslində, hə. Sürətlərə gedirəm, birliklərə görə. Kraliçə hamısından sürətlidir. Baxın, kraliçəni fark ediliyor. Bunlara bu ikisini almaq üçün. Sonda qalan ordu ilə bir dənə də BD binası 15 üçləyərdim. 3 dənə binicimiz yaşayır. 2 Pekkan ikisi də yaşayır. Ona məhdəl qaldım mən. Pekkalar normalda həmişə əvvəldə ölürdülər. Ya Allah, yenə sıradan. Xeyir gəlmir sandıqlardan. 5592. Desən ilk dəfə şey eləyəcəm. 5600 kupa eləyəcəm. Bu düzənləri heç sevmirəm də mən. Belə düzənlərdən heç ulduz gəlmir. Allah. Büyük kulesində görünməzliyi alıbdı. Problemdir də, problem. Hardan girim mən? Bu hissədən girəcəm. Buradan ordunu atacağım. Onda sağ tərəfi və yaxud da sol tərəfi təmizləməliyəm də. Düz deyilmi? Amma hansı tərəfi alım da? Eyni şeydir əslində. Tekli falan yoxdur ki. Buradan atıram. Görünməzliyi atmayacağım. Belə canı geçsin biraz. Problem yoxdur. Can basırıq onsuz. Bir yandan Allah çoxlu vurdusa problem var. Nətər çıxdı? Nə sən oradan? Sola gedəsən ha? Bilirdim mənə sola gedəcək. Nəysə, problem yoxdur. Problem yoxdur. Planladığımız kimi getmədi. Şampiyon öləcək bu arada. Şampiyon öləcək. Orada gigabombanı görməmişdim. Görmədim. Nəysə, problem yoxdur. Buradan girəcəm şampiyona görə. Şampiyon çünki bizə lazımdır. Burada iskeletlərə görə şey basıram. Elektro. Amma məsələn elə adam var, elektronu çıxardır. Amma mən çıxartmıram buna görə. Klan kalesinə görə və yaxud da iskeletlərə görə deyək daha doğrusu. Buraları təmizləyək. Orada yoxsa barbar kralzad arada gedir. Hələncə səhv eləyib. Onu da at getsin. BD binasına tərəf getsinlər. Ordu. Sağ tərəflik. Özəllik basmaq istəyirəm koruyucunun. Amma hələ tez deyilsin. Yox, tez dör. Yox, tez dör. Nə varım onu? Şampiyon nə varsan? Şampiyon başa dönüm ölümə. Şampiyon ana karakterdir. Şampiyon ölməməlidir. Kral yaşayır da düzdür. Orada sürüşdü. Orada kaydı. Lan.
Elə tə bax hələ. Gəzir orada özü. Ölmə. Öldü. Kraliçə öldü. Fail olacaq bu dəfə. Çox pis saldırdım. Orada şampiyon ölməməli idi. Dərhal bir dənə şey. Kəllə avcısı ölmə. Kəllə avcısı vur. Hə, son anda yetişdi. Orada əridi. Orada əridi. Barbar kral. Bir işə barbar kral. Buradan heç olmasa bunu atın. Bəlkə içəri girdi. Ne içəri girəcək? Bir dənə orada şey var. Hiç gəlməz. Çox pis saldırdım. Niyə elə oldu? Barbar kralın özelliği biraz gec basıldı. Məncə barbar kralın özelliğini çox əvvəllərdə işlətməliyəm. Normalda ordu kaymasın deyə eləyirəm. Gözlədirəm də. Barbar kral kayır deyə saxlayıram özelliği, amma beləncə pis oldu. $5600 kupa olduq. 5700 gələcək inşallah. 2 saldırıdan sonra 5700 kupa olacaq. Dediyimiz kimi buradan bir dənə bunu seçək. Deməli, haranı alım. Hara. Ortan sarmaşdırıb içəri girərəm. Buradan B tərəfə gedərəm. Yaxşı olacaq. 2 dənə sarmaşdırmam olsaydı burada çox qəşəng olardı da. Bəzən belə olur, bəzən elə olur. Çox qəribədir. Həmişə olmur da. Mənim dediyim kimi. Səkən top çox güclü şeydir. Niyə ortaya getdin? Sən sola getməliydin. Çox qərib. Hana gedəcək? Çox maraqlı. Sola gedəcək. Bir dənə görünməzlik, bir dənə görünməzlik, 2 dənə görünməzliyimiz getdi burada. Boşa. Ala bilərsən onu. Helal olsun, aldı. Alamadı. Ürəyimdə qaldı. Biraz belə atıram. Dəymədi ona. Neyse. Bir dəqiqə, mən hardan girdim, hə? Səhv yerdən saldırdım, dostlar. Ölmə, kraliçə. Ölmə. Tez at ordunu, tez at. Hə, yaxşı oldu ona dönməkləri. Bir şeylər elə, bir şeylər elə, bir şeylər elə. Tez bunu at, bunu at. Bir şeylər elə. Ya. Barbar kral, ora getmə. Barbar kral. Barbar kral. Sənin var yox. Bu dəqiqə heç istədiyim kimi getmir. Sinirlərim bozuldu. Oxsu kraliçəni dirildiyim. Yox. Barbar kral sol tərəfi təmizləyər. Orada niyə belə dağılır? Barbar kral içəri girsin deyə. Onu attım, qəşəng. Bəzən işə yarayır. Hop, bir dənə barbar kral özəlliyi. Tez bunu da canlandıraq şampiyonu. Arxadan bir dənə qəşəng, ölmə. Barbar kralın canı çoxdur. 100 leveldir yəni. Helal olsun. Adam yəni Qoat. Greatest of all. 3 ulduz gəldi. Şansımız gətirdi bu da. Çox pis saldırmışdıq, amma şansımız gətirdi. Yəni sonradan ordunu toparladım bir təhər. Kahraman candandırma çox şey yaradı. Və 5700 kupa hayırlı olsun. Yaz aklana da. Bir dənə neçənci olduğuma baxım. Yerel Azərbaycanda 588. 500-ə bəlkə girdik. Qrup kupa ilə girmək olar. Eləyərəm Furkan. Dostlar, siz də beləncə ismə özəl düzən çizdirmək istəsəz, ekranda qoyduğum Instagram adresinə yazaraq uyğun bir dənə qiymətə, sərfəli qiymətə deyək, düzən çizdirə bilərsiniz. İstədiyiniz hər ada görə, istədiyiniz formada, yəni adam çizir, yəni maşallah qəşəng yazıbdı Yoseni, bizim ləqəbimizi. Problemli düzən gəldi. Çox problemli düzəndir.
Bax, buradan girmək istəyirəm, amma bura kasırğa zad atdığından çox şübhəliyəm də. Ora tam kasırğalıq yerdir də. Şampiyonu bu hissədən buraxsam, birinci gedəcək bomba kulesinə, sonra gedəcək X yayına, sonra girər buradakılara. Ortaya getməyəcək. Ortaya getməyəcək, sağa sola qayıdıq. Amma getsə çox qəşəng olur. Ona görə biraz bir anlıq atdım. O, şampiyon tez irəli getdi. Şampiyon, lütfən ortaya git. Şampiyon sağa sürüşdü. Şampiyon, sənin mən nəysə, sənə deyəcək sözüm yoxdur. O! Hara gedəsən? Qəşəng. Ateş saçardı nədir? Ateş atardı nədir? Adlarını əzbərləyəmirəm. Onu aldıq. Çox gözəl oldu. Aslında pis oldu. Ya yaxşı oldu. Orada sola qayacaq və o bizə baxamayacaq. Nəysə, ordunu tez ataq. Çox fikirləşdik. Klan karesindən nə çıxdı? Onlar çıxdı. Deməli, klan karesi biraz o yana getsin. Golem biraz... Hə, orada öldü. Çox qəşəng oldu. Oralarda dondurmuş olar. Nəysə, ordunu atıram. Və keçən dəfə kimi kral çıxmasın çölə. Tez bunları da ataq. Kəllə avzısını falan da atdım. Ordu gördüyünüz kimi ölmür də. Yəni, ordu çox qəşəng irəliləyir. Giga bomba orduymuş. Mən niyə görmədim onu? Kraliçə öldü. O an sarmaşdırmalıydım. Sarmaşdır. Ordu düz getsin. Bax. Koruyucu. Get abicim. Get. Hə. Yenə həmişə kimi barbar kral çöldə veyillənməyə getdi. Öfkəni tez atıram. Takıla şeyə takıldınız da. Ya savər. Kasırğa. Dedim də mən belə kasırğa oradan çıxacaq. Nə, fail olduq bu dəfə. 100% fail olduq. Fail olmama ehtimalımız yoxdur. Heç olmasa biraz irəliliyim də. Ölmə şampiyon. Şampiyon yenə öldü. Bayaq direkti yenə öldü. Ortaya gəl barbar kral. Bas indi özəllik. O dikenli top hayanlara getdi mənsəm. Kafama getdi deyəsən. Başımın üstündən keçdi ağardı. Hadi. 91. 91'də deyəsən 29-28 kupa. 29. 5731. 31 kupa lanəti. Şampiyonumuz da 31 dəfə. Uyğun. Mən neçə dəfə fail olduq. Bir dənə savaş günlüyünə də baxın. 195 almışıq. Yəni yarısını elə fail olmuşuq. Yarısından çoxu deyil. 30 kupalarda falan almışıq. 2700 275, 2700 nə idi? Elə olsa çox qəşəng olar. Dünya birincisi olardıq. 275 kupa almışıq. X80 yemişik hələ ki. Deməli 4 dənə X40 yesəm 160 X2 girir. Yox, çox pisdir. Bu gündən çörək çıxmayacaq. Eyni oyuncularda təzədən yer elə bir dənə baxın. Yer elə baxaq bir dənə. Neçə kupa ilə hardayıq? 526-cı bir dənə ekran görüntüsünü alaq. Kürəsəldə də, kürəsəldə heç girənmər. Kürəsəl də imkansız. 158.000. Oha. Bugün də çox saldırıyıb düşəcək, çox kupa düşəcək. Xeyri yox. Əslində tam belə def yesəm, tam da yəni ham 3 ulduz atsa, bəlkə atmazlar. Amma ata bilərlər. Düzənim zəifdir. Ondan tasarımda düzənim budur. Bilmirəm. Allah köməyimiz olsun. Nəysə dostlar, bugünlük video bu qədər olsun. Sabahları da vaxtım olsa, sabahçı saldırılarımı da paylaşacağım. Onda sonraki video görüşmək üzrə deyək. Sağ olun, salamat qalın.